Hər vaxtınız xeyir əziz tamaşaçılar. Misli Premier Liqasında 9-cu tur davam edir və turun son oyun gününün ilk maçından canlı yayıma start veririk. Qəbələ şəhər stadionundayıq və burada yerli Qəbələ komandası Neftçi ilə qarşılaşacaq. 9-cu tur artıq 2 gündür ki start götürür və son oyun gününün maçları bugün keçirilir. Qəbələnin aktivində 5 xal var. 8 turda 1 qələbə 2 keçə və 5 məğlubiyyət alıb KXBR çıxardacağını yetirmələri. Ölkəmizin ən nüfuzlu hakimi Əli Arğayev onu start stili səsləndirdi. Oyun başladı. Qəbələ Neftçi Misli Premier Liqasının 9-cu turunun oyunu. Adaşı Bədalovla oynadı. Bədalovdan mərkəzə. Topurundan Barzə. Edvin Kuç. Kuç Sambu ilə oynadı. Sambudan bir geriyə Vargas Dabanla Emin Mahmudov qapı qarşısına durur. Başla zərbə! Bassalı Sambu hesabı açmağa çox yaxın oldu. Əla ötürmə Dabanla Fredzi Vargas'dan qapı qarşısına topu göndərdi. Emin Mahmudov Sambu da yaxşı mövqeyi seçmişdi. Başla zərbə indirdi amma top qapının üstündən keçdi. Vargas önünə attı topu. Vargas ilerləyir. Daha bir futbolçudan sırıldı. Vargas yeri yıxıldı. Sako dəstək verir. Hücum davam edəcək. Sako önündə Nicat Əliyev. Sako və Nicatın mübarizəsi. Son qərar. Qapıdan zərbə. Məhz buna işarə edir. Nicat Əliyev soyuqqanlığını itirmədi. Bax burada fikir verin. Mübarizə apardı. Düzdür. Yəni bu təkrarı izləyək. Sakonun ayağını tapda almışdı mı? Onun mövqeyində yer alıb. Domi Massumo əks hücum şansı var Qəbələdə. Massumo sürət yığır. Massumo cərimə meydançasına. Massumo və boş qapıdan topu uzaqlaşdırdı Neftçi futbolçuları. Igor Ribeiro. İlk təhlükə Neftçinin qapısı qarşısında. Qəbələdən reaktiv sürət yıxdı burada Domi Massumo. Hamıdan uzaqlaşdı. Əslində qapıya zərbə deyil, sanki ötürmə etmişdi qapı qarşısına. Amma artıq İstədiyi kimi ötürmə etməyə gücü çatmadı sanki. Konferanslarında ifadə edib indi Adriel Balua ilə təhlükəli gəlir Qəbələ. Sanqare zərbəsi rikaşet və Piric. Oyunun axarı dəyişib sanki. Balua'nın mövqeyindən hücuma keçməyə çalışır. Dəqiq ötürmə verir Adriel Balua. Balua və top dirəyin yanından keçdi. Qəbələ yenidən hesabı açmağa yaxın oldu. Bu dəfə Adriel Balua səhnəyə çıxır və KXBR Çıxadadze İşini göstərir. Əməlli başlı. Elvin Camalov da yardıma gəldi. Massumu geriyə ötürmə vermə imkanı tapdı. Jaime Sierra'dan qapı qarşısına. Zərbə Sanqare! Offside də yox idi. Hər şey qaydalar çərçivəsində idi. Diqqətdən qaçırdılar Sanqare'nin Neftçi futbolçuları. O isə topu diqqətlə qaçırdı. Sağ ayağını uzatdı topa. Mustafa Sayık topu qazana bilmədi. Balua sol cinatdan Nicat Əliyev hücuma dəstək verir və önü boşda irələmə imkanı var. Nicat Əliyev cərimə meydançasına yaxınlaşdı, başını qaldırdı, ötürməsini verdi. Başla zərbə və top birdən qayıdır. Daha bir zərbə Piric. Hücum davam edəcək. Massumun ötürməsi Şahin Şahniyarov zərbəsi alınmadı və yalnız indi Elvin Bədalov təhlükəni sovuşdurur. Qəbələ yenidən hesabı açmağa yaxın oldu. Ən real gol imkanı Neftçinin qapısı qarşısında. Fantastik fürsət qaçdı Qəbələ futbolçularından. Qayda pozuntusu və bir qədərki epizodun təkrarını izləmə imkanımız var. Nicat Əliyevin ideal ötürməsindən sonra. Şahniyarov. Yerlə. Balua. Çox yaxın idi Qəbələ yenə də. Balua çox yaxın idi. Gözəl qolun müəllifi ola bilərdi. Daxilə ilə onu qapı istiqamətini göndərdi. Top havadaykən top santimetrlər topu qapıdan ayırdı. Gözəl zərbə. Qeyri-dəqiq alındı. Və elə bu anda ilk hissə yekunlaşır. İlk 45 dəqiqə yekunlaşır Qəbələ Neftçi oyununda. İkinci hissə başladı. Bir işlərlə həmlə olub. İndi Basalı Sambu istiqamətində daha bir ötürmə. Bu vaxtında müdaxilə edir Murad Musayev. Farac cərimə meydançası. Faracın zərbəsi uzaq güncə və İshak Amoa topu meydandan uzaqlaşdırdı. Uzaq güncü nişan almışdı İmad Farac. Hər iki gol hesabını açmayıb Azərbaycanda, amma artıq 3 asist müəllifidir İmad Farac. İzlə epizodun təkrarını bu rakursdan, Faracın rakursundan top qapıya gedirdi hər halda. Belə təəssürat yaranır.
Farac sürət yığır. Farac yaxınlaşır cərimə meydançasına. İmad Farac çəkdi sağına. Amma zərbə indirmə imkanını qaçırtdı. İfani Messi öldürməsi. Zərbə Emin Mahmudovdan. Top qapının üstündən keçir. Real təhlükə. Qəbələn qapısı önündə ikinci hissənin əvvəlində. Emin Mahmudov daha bir korneri yerinə yetirir, ötürmə qapı önünə. Zərbə cəhdi. Amo az qala topu öz qapısını göndərəcəkdi. İsaq Amo çox inamsız müdaxilə etdi topa. Topu ona yaxından meydan tərk etdi. Metsi yanına gəlmək istədi, amma daha sonra fikrindən daşındı. Öndürə istiqamət ötürmə, başla zərbə. Top qapının yanından keçir. Igor Ribeiro zərbə indirən futbolcu idi. Yaxşı yüksəlmişdi burada topa. Və Qəbələ hücumdadır bu anda. Jaime Sierra'dan sağ cinaha Rəşidov oyuna aktiv qoşuldu, ötürməsini edir. Qapı qarşı başla zərbə. Piric dilin altından topu çıxartdı. Domi Massumo yenə də fərqlənə bilərdi. Yenə də başla fərqlənə bilərdi Domi Massumo. Amma Piric bugün Neftçinin heyətinin ən yaxşılardandır. Bunu etiraf etmək lazımdır. Baxaq. Nuqay Rəşidov dərhal qol ötürməsi mənfi ola bilərdi. İlk hissədəki hücuma çox bənzər bir hücum. Bu dəfə sağ cinahdan. Yaxşı gördü Nicatı, cinahı dəyişdi. Andrei Balua. Balua çəkir soluna. Ötürməsini edir mərkəzə. Şahin Şahniyarov. Şahindən sol cinaha. İbrahim Sangare. Sangare zərbəsi yaxın güncə. Dəqiq olmadı. Ortiz fəal qoşuldu oyuna. Ötürməsi Vincent Bakar. Topla ilk təması. Ötürməsi Matthew. Zərbə və gol! Neftçi hesabı açır. İfani Messi fərqləndi. Abu Bakar topa ilk toxunuşu ilə gol ötürməsinin müəllifi oldu. Premier Ligamızda inanılmaz. Fantastika. Dəyişikliklər dərhal bəhrəsini verdi. İfani Messi fərqlənir. O da Neftçi formasını ilk golunu vurur ikinci oyununda. İzli epizodun təkrarını. Abu Bakar saxladı topu. İkinci toxunuş, üçüncü toxunuş, dördüncü toxunuşla gol ötürməsini verdi. Və Messi'yə çox yaxşı ötürmə verdi. Messi bir toxunuşla topu qapıya göndərdi. 0-1. Neftçi hesabda öndə. Bu bir Abu Bakar klası. Böyük forvardın keyfiyyəti. Düşünülmüş ötürməydi bu. Şübhə etmirəm. Luis Ortiz yerlə ötürmə qapı önünə. Saad Ağayevdən top meydanı tərk edir. Korner olacaq. Balon ötürməsi qapı qarşısına. Ovusu başla zərbə. Top qapının üstündən keçir. Balua yaxşı keçid etdi. Yaxşı ötürmə verdi amma Ovusu yerindən tərpənmədən demək olar ki, havaya qalxmadan başla zərbə indirməyə çalışdı. Zərbəsi dəqiq alınmadı. Ortiz sürət yığmağa çalışır. Ortiz atdı, topu qaçır, amma Nicat Əliyev yorulmaq bilməyən Nicat. Top meydana çıxmayıb. Luis Ortiz ötürməsi. Abu Bakar! Bu da debüt golu. Bu da ilk gol. Vincent Abu Bakar! Meydanda olduğu 10 dəqiqə ərzində bir gol və bir gol ötürməsinin müəllifi oldu. Fantastik başlanğıc, fantastik 10 dəqiqə. Vincent Abu Bakar səviyyə fərqini ortaya qoyur. Baxır epizodun təkrarına Luis Ortiz. Topu attı, qaçdı. Nicat Əliyev onunla mübarizə apardı. Amma sonda səhvə yol verdi. Top meydanda qaldı. Ortiz qapı qarşısına ötürmə etdi və Abu Bakar boş qapını dəqiq nişan aldı demək istirdim amma. Ortiz. Onda qol ötürməsi qeyd etmək lazım dedi. Kurçi qapıça təpədə çıxa bilər. Kurçi uzaq küncə zərbəsi dəqiq alınmadı. Luis Ortiz də ikinci qol ötürməsi müəllifi ola bilərdi. Bu bir əvvəlki epizodun təkrarıdır. Süleyman Damadayev əvəzlədi Elşad Dağıyev. Bax elə bu epizodda Kurçiyə çatmağa çalışan Süleyman Damadayev meydanı tərk edir. Vaxtında həmin nöqtəyə getmək, zərbə vurmaq da asan iş deyil. Başla zərbə Qəbələ futbolcularından. Qəbələ Neftçinin qapısına qol vura bilər. Oyun ərzində bunu sübut edib Qəbələ. Qola meydanda olub bir oyunda 70 dəqiqə.
Qəbələnin təhlükəli hücumu ola bilər. Elşad Tağıyev yox. Kenan Piriç onu qabaqladı. Bu isə Əli Arağayevin final fikridir. Neftçi Qəbələ səfərində çox çətin 90 dəqiqədə 2-0 hesablı qələbə qazanır.